Gəlin bu gün 9-cu sinif 2025-dən maraqlı bir faiz məsələsinin izahına baxaq. Deməli, bizə deyir ki, A ədədi B ədədinin n faizi, B ədədi A ədədinin n faizidir. M və n natural ədədlər olarsa, M neçə fərqli qiymət ala bilər? Deməli, onda A bərabərdir B vurulsun M bölünsün 100, B də bərabərdir A vurulsun N bölünsün 100. Deməli, biz bura baxsaq, burada B həm burada var, həm də burada. Onda biz buradakı M-i gətirib buradan əvəz eləyə bilərik. Onda yazaq A bərabərdir A vurulsun M bölünsün 100 vurulsun M bölünsün 100. Burada deməli A'lar gedəcək. Onda olacaq M bərabərdir 10.000. İndi biz buradan M-i tapsaq, bizdən dostlar M istəyir. M bərabərdir 10.000 bölünsün N-ə. İndi burada biz 10.000-i ayırmalıyıq vuruqlara. Yəni siz bunu o xət çəkməklə də, yəni belə də siz eləyə bilərsiniz. Ancaq o yol biraz uzundur. Ondan sonra yazaq 2 vurulsun 5 üstü 4, yəni 10 üstü 4. Burada 2 üstü 4 vurulsun 5 üstü 4. Bu da natural bölünləri tapsaq cavabı tapmış olacaq. Yəni 4 plus 1 vurulsun 4 plus 1. Bu da eləyər 5 vurulsun 5, cavab olar 25. Deməli. Əgər izah bəyəni istərsə, faydası da olunca zəhmət olmaz kanala abunə olub videonu bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.